Azərbaycan bayrağını ingilislər təhqir ediblər. Və mən getdim, gənclərə girdim ətrafıma, dedim, bunun cavabı verilməlidir. Və getdim İngilisin abidəsini qara kraskanla təhqir elədim, kraskaladım və polis tərəfindən, üç polis tərəfindən tərbiyəsizcəsinə, şərəfsizcəsinə mənə döydülər və aparlar, həbs tapdılar 5 sutda. Və hakim dedi ki, Vamik Nəsrov gəlib çəkmişdi, aynısını əməkdaşı Vamik Nəsrov gəlib çəkmişdi mənim məhkəmə prezidentimi. Hakimə dedim ki, mənim prezidentim Azərbaycan bayrağının qarşısında diz çöküb and içir. Mənim əskərim Azərbaycan bayrağının altından keçib gedir vətəni qorumağa. Mənim şəhidim Azərbaycan bayrağına bükülür dəfnə aparılır. İngilis kimdir mənəm, neftimi aparım, bayrağımı təhqir eləyir. Mən o bayraq üçün ölməyə də hazıram. Mənim prezidentimin qarşısında diz çöktüyü bir varlığı, məfumu nə İngilis təhqir eləməlidir? Hakim belirtində sındı. Əslində mənə çox maddələr yükləmişdilər ki, mən aşağısı 3 ay həbsə getmədim. Polisə müqavimət göstərmişəm, polisi yıxmışam, polisə təhqir eləmişəm. Aşağısı 3 ay getmədim. Amma mən o sözümdən sonra hakim sındı. 5 sutkandan kifayətləndi. Və rəz o vaxtı Bəhər Lağayevə demiş ki, rektora, Neməti universitetdən xaric elə. O şeydir, şagirdlərinə tərbiyə edəcək. Rektor Bəhər Lağayev ADP-nin prezidenti, pedagogun rəhbəri mənə çağırıb təşəkkür elədi. Deyirsən, əsl Azərbaycan gəncinin etməli olduğu hərəkəti etmirsən. Ondan sonra universitetə mənə böyük hörmət var idi. Mənim vətənpərvərliyim o ateşgah var, həmişə yanar ateşgah. Mənim vətənpərvərliyim elə ateşgah kimidir. Bax, belə fədailər ki var, ha, o sevgi hamd ola bilər, amma vətəni sevməyin fədaisi olmaq, o hər adamda olur. O çox az adamlarda tapılır ki, mən Nemətin timsalında, bax bu qardaşımızın timsalında onun şahidi oldum.